Görün biberlər nə qəşəng topuş-topuşdu. Bilsən necədir? Mən sənə deyim də. Nə qəşəngdir. İndi mamaya bir dənə salfetka gətir. Söhbət o lüstürdən gedir. Boğazıma getdi. Ayran içdim. Orada mənim cəhizli 12 şamdanlı lüstrum vardı. Mama mənim üçün cehiz almışdı. Deyirdi ki, mən xoşum gəlir o vaxtı ondan. Həmin o şamdanlı lüstürlərdən də. Mənə verməmişlər, mən sənə verirəm onu. Mən də şimdi qanıram, şamdanlı lüstür nədir. Nəysə, asmışdıq ora. Onu da belə saladan belə billurlar olur daxı. Xatçanada olandan sonra mənəm deyirdi ki, o lüstrün altında uşağı oynadım, yəni uşağın başına düşər. Ağır idi onun topları. Açırdım, yuyurdum, təmizləyirdim. Təzəyin asırdım ora. Siz bilmirsiniz, mən vaxtında yaxşı arvad olmuşam. Ondan sonra da başladı biberon şamdanları yanmağa. İçərisinin tokları qırılırdı, nə olurdu, illər keçdikcə. Sonra işləmədi vəbşə, bir dənəsi işlədiyə yox. Açdıq onu. Mama dedi ki, verməyin, atmayın, verin mənə. Dəbi mən durmur. Lüstürdə ora almaq istəmirəm. Prosta almaq istəmirəm.